Hörmətli məktəb rəhbərləri, öz səhifənizə daxil olduqdan sonra mausu sola yaxınlaşdıranda burada sidebar açılır. Sidebarın ən aşağıda bax burada siniflər, sinif siyahısı, daxil oluruq siniflərə. Burada öz məktəbinizdə olan siniflər görünür. Əgər bu siyahıda sizin məktəbinizdə olan sinif yoxdursa, yeni sinif hissəsindən əlavə edə bilərsiniz. Bax, buradan sinif səviyyəsi seçilir. Bura hərfini yazırsınız. Əlavə məlumat hissəsinə sinifin tipi, profili, növbəsini seçirsiniz, ümumi təhsil proqramını seçirsiniz və şagirdləri və yaxud da şagirdlərin oğlanları və yaxud da qızların sayını qeyd edirsiniz və yarat vurduqda sizin sinifiniz bura düşür. Əgər bu məlumatlardan, burada olan siniflərdə olan məlumatlardan hansındasa yanlışlıq varsa, ən sağda bu 3 düymə üzərinə vuranda redaktə et yerindən həmin sinifi düzəldə bilirsiniz. Bax, kiçik A yazılıb, mən eləyirəm onu böyük A. O sinifdə şagird sayı yazılıb, amma mən qız sayını, oğlan sayını buradan düzəldirəm. Deyək ki, 11 oğlan, 9 qız. Yenilə eləyəndə həmin sinifdə görürsünüz 1 A sinifi, 20 şagird, 11 oğlan, 9 qız kimi düzəldi. Hələlik bu qədər.